Onlar, əlbəttə gəlmişdi deyəcəklər. Lakin əzab sözü kafirlər barəsində gerçəkləşdi. Onlara, içində əbədi qalacağınız cəhənnəmin qapılarına girin deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir. Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: Sizə salam olsun, xoş sizin halınıza, əbədi qalmaq üçün buraya daxil olun. Onlar deyəcəklər: Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun. Biz cənnətin istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir. Sən mələklərin ərşi əhatə edərək Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək